Deməli, bunun üstündə muncuq şanta toxumaq üçün necə başlamaq lazım? Bəlkə də fərqli metodlar var. Mənim istifadə etdiyim metod budur. Bax, jilkanı sadəcə buradan keçirtdim. Sonra bura bir muncuq taxıram. İki ucunu bərabər edirəm. Jilkanı uzun götürürəm ki, işimi rahat apara bilim. Və burada əsas püf nöqtə nədir? Buradakı püf nöqtə, bunu bu başdan başlayıb, o başa qədər toxunmursan, yarıya qədər toxuyursan. Bunu yadınızda saxlayın. Əsas qayda qanunlardan biri budur. Buradan keçirdim və ilgə elədim, bərkidirəm. Jilkanı keçirdim içindən. Bu bərkitdim. Hal-hazırdakı əlimdəki 10 nömrə muncuqdur. Bunu da qeyd edirəm. Və bir tərəfə 2 dənə, çöldəki tərəfə 2 dənə muncuq taxıram. İlgə edirəm. İlgə edirəm. Ondan sonra digər tərəfə isə bir dənə muncuq taxıram. Və bunu da buradan keçirdirəm. Bax, sizə nəsə qaranlıq qalırsa bu barədə indi də sual verə bilərsiniz. Sonra sonda da baxın diqqətlə. Bir dənə muncuğu da keçirdim. Bax, bura qədər. İndi nə edirik? Bax, bu jilkanı gətiririk. Bunun altından keçirdirik. Bax, buradan keçirdim. Və gətirib bu muncuğun içindən. Çöldəki muncuğun hardakı 2 dənə yığmışdıq. Elə bax, onu bunun altından keçirdik. Yaxşı. Bunu belə bərkitdik. Yenə necə davam eləyəcəyik? Çöldəkinə 2 muncuq yığıb ilgə eləyirik. Buradakine 1 muncuq yığırıq.